Salam, hörmətli tamaşaçılar. Eqin TV efirdədir. Vətəndaş mövqeyinin qonağı Milli Məclisin deputatı, Elm, Təhsil və Mədəniyyət komitələrinin üzvü Şahin Seyidzadədir. Salam Şahin, xoş gəlmisiniz. Salam. Şahin müəllim, oktyabr ayının son 3 həftəsinə diqqət göstərsək, baxarıq ki, Cənab Prezidentin xarici səfərləri bir-birinin ardıncadır. 4 sammitdə iştirak elədi və təbii ki, bu xarici səfərlər Cənab Prezidentin beynəlxalq aləmdəki nüfuzundan irəli gəlir. Bir neçə gün öncə Misir Ərəb Respublikasında keçirilən sammitdə 20 ölkənin liderlərinin iştirakı ilə Yaxın Şərq sammitində Cənab Prezidentin iştirakı hər kəsin, bütün dövlətlərin, bütün dünyanın diqqət mərkəzində oldu. Eyni zamanda Cənab Prezidentimiz və Azərbaycan Respublikası etibarlı tərəfdaş kimi də tanınır. İstəyərdim bir millət vəkili olaraq öz mövqeyinizi bildirəsiniz. İlk növbədə təşəkkür edirəm dəvət üçün. Tamamilə düzgün, doğru qeyd etdiniz ki, son həftələr 4 ciddi görüşlər, çox ciddi tədbirlər, beynəlxalq təşkilat, beynəlxalq platform və bunun coğrafiyasına fikir versək, Türk dövlətlərin təşkilat rəhbərlərinin zirvə görüşü, Azərbaycanda MDB ölkələrin başçıların görüşü, yəni Orta Aziyada, sonra Avropada olan görüş, sonra Misirdə. Yəni bunun coğrafiyasını görsək, Avropadan Çin sərhədə qədər olan bir coğrafiyanı əhatə edir və tədbir yoxdur ki, Azərbaycan orada olmaz. Nümayiş etdirir ki, Azərbaycanın prezidentin apardığı xarici siyasət düzdür. Çox istiqamətlidir, diversifikasiya olunub və Azərbaycan etibarlı partnyordur və şərqlə, qərblə birləşdiyi bir körpüdür. O ki, qaldı Misirdə olan tədbirə, mən bir neçə vacib çox məqamı qeyd etmək istədim. Birinci, orada cəmi 20 ölkə iştirak edib və 20 ölkələrin o 20 ölkələrdən bir qismi dəvət olunan tərəfdir və Azərbaycan da dəvət olunan bir ölkə idi. Yəni o tədbirin təşəbbüskarları var, təşkilatçıları var, sözsüz əsas oyunçular var və o əsas masada əyləşən ölkələr var. Amma Azərbaycan həmçinin bu böyük bir tədbirin bir parçası oldu. Yəqin sual mənə gəlir, niyə? Bir, Azərbaycan müasir şəraitdə artıq regionalın lideri deyil. Azərbaycan müxtəlif beynəlxalq qlobal problemlərin, münaqişələrin sülh agendasına, sülh missiyasının bir çatdıran bir ölkə kimi çıxış edir və sözsüz 44 günlük müharibədən sonra bu xüsusi olaraq Azərbaycan ölkəsinin üçün çox vacibdir. Digər tərəfdən müsəlman dünyasında Azərbaycan nadir ölkələrdəndir ki, hər iki münaqişənin o İkinci Dünya müharibəsindən sonra yaradılmış o münaqişə hər bir iki tərəflə öz münasibətləri var. Yəni bugün ümumiyyətlə müsəlman ölkələrinin arasında çox az ölkələr var ki, İsraillə etibarlı, uzun müddətli bir münasibət qurub. Eyni zaman biz öz dəyərlərimizi, İslam dünyasını etibarlı bir tərəfdaş olaraq digər münaqişənin digər tərəfinə də dəstək göstərir. Yəni Azərbaycan bugün çox istiqamətli bir siyasət aparır beynəlxalq. Bu Cənab Prezidentin nüfuzudur. Həmçinin də biz reallığı görürük ki, elə tədbirdə, Misir tədbirində protokoldan kənar, bu çox vacib bir məqamdır da, əslində protokol pozulub. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın o tədbirə aid olmayan bir mövzuda qeyri-rəsmi olaraq kiçik bir dialoq baş tutub, amma o dialoq Cənab Prezidentin harda əyləşməsi, hamısı protokoldur. Bu hamısı yazılır, öncədən razılaşdırılır. Yəni və ondan bu məsələni Donald Trump'ın Azərbaycan-Ermənistan münaqişənin həll olunmasının nümunə kimi gətirilməsi, burada göstərməsi ki, bu güclü liderdir. Yəni bu Azərbaycanın, bu sadə bir cümlə deyil. Bu cümlənin arxasında böyük bir təcrübə, böyük bir nüfuz, böyük bir keçdiyimiz yol var. 2020-ci ilə qədər olan bu yolun hədəfi Qarabağın işğaldan azad etməsi idi, Qarabağ və ətrafdakı olan bölgələr. 2020-ci ildən sonra bizim yeni hədəfimiz var, sülh missiyası. Sülh missiyasına da məhz Vaşinqtonda artıq bir nöqtə qoyuldu, sözsüz artıq geri dönməyən bir nöqtəni biz keçdik və Azərbaycan tək öz problemini yox,
Azərbaycan-Bakı soyuq münasibəti olan tərəflərin bir paytaxtına keçirib, orada görüşdə keçir. Yəni bugün Azərbaycan tamamilə başqa missiya çıxış edir və sözsüz ki, bütün bunun arxasında cənab prezident durur. Mən istəyərdim biraz da Amerika-Azərbaycan münasibətlərinə toxunasınız. Hər hansı bir münasibətlərdə sözsüz dövlətin öz maraqları var. Bu dövlətin hakimiyyətindən asılı olmayaraq prezidentin bir marağı var. Amerikanı güclü eləmək, Amerikanı iqtisadi cəhətdən inkişaf etdirmək. Amma bunun yolları müxtəlif ola bilər, tətbiq olunan alətlər. Biden dövründə bu alətlər daha çox Azərbaycana qarşı idi. Anti-Azərbaycan bir mövqesi var idi və sözsüz münasibətlərdə bunun nəticəsində soğuyurdu. Heç bir tərəf hazır deyildi və istəmirdi ki, belə bir formatda, belə bir missiyanın münasibət olsun. Donald Trump'ın artıq prezident dövrünün başlanmasından sonra artıq tamamilə biz münasibətə görürük. Yəni sözsüz bu tək iqtisadi əlaqələrdən söhbət getmir. Burada siyasi platformada, siyasi dialoqdan söhbət gedir və bugün çox xoşdur ki, hər iki dövlətin prezidentli rəhbərləri siyasi dialoqu tamam başqa səviyyədə aparırlar. Çox az dövlətlərin rəhbərləri risk eləyər ki, seçkilərin nəticələrdən öncə namizədin birinin dəyərlərini bölüşərək o barədə elan etsin. Ona görə ki, həmişə risk var ki, başqa bir namizəd seçilə bilər. Yəni prezident Donald Trump'ın elan etdiyi dəyərlər, ailə dəyərləri və s. bu axı Azərbaycan dəyərlərinə də uyğundur. Niyə yox? Müxtəlif iqtisadi səviyyəsinə olan, gücü olan malik iki dövlət, bəlkə bir kiçik, bir böyük, amma bugün o dövlətlərin ərazisindən asılı olmaq, iqtisadiyyatdan sonra ola bir masada artıq tamamilə başqa bir məsələlər müzakirə edilir və Vaşinqtonun davamı olaraq bizim prezident Misirdədir. O münasibətlərin nəticəsi olaraq bizim prezident Misirdədir və o münasibətlər artıq başqa cür qurulur və o artıq digər ölkələr də görür ki, Azərbaycanla olan münasibət nətər dəyişilib. Bir neçə gündən sonra Azərbaycanda 8 noyabr Zəfər bayramı keçiriləcəkdir. Zəfərimizin 5 yaşı tamam olacaq. İşğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri gedir və son bir neçə ayda demək olar ki, 20 mindən çox həmin ərazilərə ata-baba yurdundan qaçqın köçkün düşmüş insanlar köçürülübdür. Təbii ki, istəyərdim biraz da bu mövzuda danışaq. Qələbəmizin 5 illiyi ilə bağlı. Ən vacib hissəsini artıq söylədiniz. Yəni ki, bütün çox gözəl təsvir elədi. Yəni apardığı işlər bir neçə var ki, burada məqamı qeyd etməsinin. Birinci odur ki, qələbəmizin ilk yubileyidir. 5 illidir. Həm kədər günləridir. Ona görə ki, biz istəmirsə anım günləridir. Onun yəni şəhidi var, qazisi var. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə şəfaət diləyirəm. Eyni zamanda qürur verici bir gündür. Yəni biz anımla da başlasaq, onu bilməliyik ki, bu hamısı zəfər çalmış bir olan dövlətdir. Azərbaycan bugün 2020-ci ildən sonra yeni bir missiyanı, yeni bir təkliflə, yeni bir ideya ilə çıxış edir. Bu sülh proqramıdır və bu sülh tək münaqişədən söhbət gedir. Azərbaycan artıq Misirdə olan iştirak, Misir dövlətinin keçirilən tədbirdə iştirakı ilə göstərdi ki, Azərbaycanın artıq sülh missiyası tək Azərbaycanla bitmir. Yəni bu çox vacibdir. Qarabağda gedən abadlıq bərpa işləri göz qabağındadır. Mən hər yerdə söyləyirəm, biz 30 il ərzində əgər ərazimizin 20%-nə bir övlad kimi baxsaq, 30 il ərzində biz övladımızı itirmişdik. Yenidən biz övladımızı əlimizdən tutub onu bir yola, bir hədəfə çatdırmaq istəyirik. Müalicə elətdiririk. Müalicə etdirik, inkişaf etdirik. Yəni bu ildə bir 18 yaşlı uşaqdır. Bu gəmi indi 5 yaşını yaşayır. Biz indi istəyirik ki, çox yüksək nəticələr olsun. Bu çox tezdir. Hər şeyin öz zamanı var. Amma orada olan sürət, pozitiv enerji, ora qayıdan insanların simaları artıq tamam onu söylüyor ki, uşağın inkişafı düzgün yoldadır. Zaman gələcək, biz zamanın başqa bir həyatına gedirik. Çox nadir bir ölkələr ki, 20%-ni sıfırlamış ərazi sıfırdan qurulur. Yəni onun infrastrukturu var, kommunikasiyası var, iqtisadiyyatı var, işə düzəlməsi var, turizmi var və s. Bu çox funksiyalı bir işdir və bugün cənab prezident başda olmaqla bütün dövlət orqanları bu prosesdə, Azərbaycan dövlət orqanı yox ki, bu prosesdə deyil. Ona görə o cəhətdən Qarabağda və onun ətrafına aparan
abadlıq işləri göz qabağındadır. Tamamilə və xaricilər də bunu görürlər. Beynəlxalq ekspertlər də görürlər ki, bir neçə ildə ərzində aeroportlar, infrastruktur, artıq Şuşa və digər şəhərlər artıq beynəlxalq tədbirlərin, mərasimlərin, təqdimatların bir paytaxtına dönür. Bu tək tədbir məkanı deyilmi? Bu təbliğat məkanıdır. Bu tarixi unutmamaq və tarixi xaricilər üçün xatırlatmaq bir tədbirlərdir. Ona görə artıq uşaq əlinə tutmuşuq. Uşaq bizimlədir. Yaxşı mənada mən yəni ki amma bilməliyik ki, bu tez olmayacaq. Hər şey təmkinlə cənab prezidentin proqramı var. Bu proqramı hər orqan bunu icra edir və o ardıcıllıq gözləmək lazım ki, uşaq nətə inkişaf olunur. Haqlısınız. Bizim cənab prezidentimizin həm xarici, həm daxili səfərləri, keçirilən tədbirlər, platformalar həqiqətən də yerində və zamanında atılmış addımlardır. Və eyni zamanda bizim prezidentimizin bir sərəncamı da var. İşğaldan azad olunan rayonların şəhər günü və 17 oktyabr Füzuli günü, 20 oktyabr Zəngilan günü, 27 oktyabr Qubadlı günü. Yəni hər rayonların bir şəhər salma adı günü ilə bu əslində çox gözəl bir təbliğatdır. Yaddaşımıza, şuurumuza işləyən bir təbliğatdır. Və eyni zamanda biz 8 noyabr bizim nə qədər şəhərlərimiz dünyasını dəyişdi. Mən özüm şəhid bacısıyam və buradan üzüm tutub şu şəhid ailələrinə səbir olmağı diləyirəm. Bütün şəhərlərimizin qarşısında baş əyirəm. Allah rəhmət eləsin və eyni zamanda qalib ölkənin, qalib vətəndaşı olmaq da gözəl bir addımdır. Mən sizi təbrik edirəm elə Zəfər Bayramı günü münasibətilə. Təşəkkür edirəm sizə. Çox sağ olun, çox xoş oldu. Hörmətli tamaşaçılar, İdris TV'nin vətəndaş mövqeyinin qonağı Elm və Təhsil Mədəniyyət Komitələrinin üzvü Milli Məclisin deputatı Şahin Seyidzadə idi.